İsmailoğlu. Təltif şəhidin atası Rahimov İsmail Səmədoğlu'na təqdim edilir. Təbrik ederim sizi. Cənab Prezident, hörmətli mərasim iştirakçıları, mən Prezidentimizi ikinci kərə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə şəhidin 3 nişanəsi, həyat yoldaşı Rahimovlar ailəsindən təbrik edirəm. Hörmətli Prezident, mən sizinlə bundan ikinci kərə görüşürəm. Birinci müstəqil Azərbaycan Respublikasının gənclərinin birinci toplanışında, ikincisi Azərbaycanın ən yüksək mükafatı olan ordenin mənim oğluma verilməsi mərasimində iştirak edirəm. Mənim oğlum Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaətlər göstərib. Ona Azərbaycanın milli qəhrəmanı adını, fəxr adını veribsiniz. Onun 3 dənə həyatda olan nişanəsi rayon təşkilatları tərəfindən həmişə onların qayğısındadır. Bu da sizin rəhbəriniz altında, siz şəhid ailələrinə böyük qayğı göstərdiyinizə görə rayonun da ayrı təşkilatları bizə misilsiz köməkli göstərir. Bakı Qanserlər Zavodu mənim oğlumun otaqlarını kapitalını remont edib, 4-4'ün üzərində əlavə bir otaq tikib veribdir. Onlar üçün bir dənə mağazin veribdir. O mağazinin ay bəy kirə pulunu Fınadiyə keçirir. Onun adına küçə verilib. Köroğlu Rahimov küçəsi. O küçənin təşminləşdirmə institutunun yanındadır. Onun yanında bir 20 metr enində, 150 metr uzunluğunda bir dənə park düzəldir. İcra hakimiyyəti ki, mən çalışıram ki, özüm orada da işləyirəm. Respublikamızın şəhərində, rayonlarında salınan parklar şəhərimizə gözəllik verir. Mən də çalışıram ki, həmin o şəhidlər üçün o parkın özü ən gözəl bir sahəyə çevrilsin. Hörmətli Prezident, Stalin Moskvadan çıxmadığı kimi, siz də Naxçıvandan çıxmadınız. Siz Naxçıvanda Ali Sovetin sədri işlədiyiniz devirdə sizə gəlib birisi yanaşdı, dediniz ki, arazın o tərəfində çadırlar qoyulubdur. Qocalar, uşaqlar o tərəfə keçdi, sizin üçün də yer almışıq. Ancaq siz onu etiraz edirsiniz ki, Naxçıvanlar, uşaqlar hamısı bu Naxçıvan torpağında olmalıdır. Mənim oğlum haqqında kitab yazılıbdır. Həmin o kitabın özündə də o kitablar hamısı yazılıbdır. Mənim oğlumun əskəri, komanda Elşən gəlmişdi, sizin yanınızdan, Gəncədən gəlmişdi. Onun o Naxçıvan ermənilər belə düşünür ki, Naxçıvanı belə sədrəyə alsalar, Naxçıvanı alacaqlar. Ondan nəl olmadı. Elşən onların başına od yağdırdı. Siz 2 kərə mindiyiniz qaz, 24-10 nömrəli maşınınızı ona peşkəş elədiniz. Elşən də həmin maşını gətirib öz komanderinə Beyləqanda verdi. Bu haqqında sizin haqqınızda da bu kitabda yazılıb, 2 kitab yazılıb olma haqqında Köroğlu'nun Ağdərə səfəri, Köroğlular uzaqdan gəlir. Bunu sizə mən təqdim edirəm. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun.